gün Xəzər TV-nin baş direktoru, xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyudur. Məclis paytaxtın Buta-Palaz Şadlıq Sarayında keçirilir. Mətbuat azın əldə etdiyi məlumata görə xalq artisti oğlunun toyuna 700-ə yaxın qonaq çağırıb. Ölkənin tanınmış mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin böyük əksəriyyəti məclisə dəvət olunub. Məlumata görə sənət adamları ilə yanaşı rəsmi şəxslərin də məclisdə iştirakı gözlənilir. Murad Dadaşovun bəzi tanınmış dövlət və hökumət nümayəndələrini, bir neçə naziri, ona yaxın deputatı və paytaxt rayonlarının icra başçılarını da oğlunun toyuna dəvət etdiyi bildirilir.